Amin. Domuz yaptı, yemek yiyebiliriz. Ha göster göremiyorum. Yemek yiyebiliriz domuz yok. Yok değil. Ne? Yok değil. Nasıl vermedi? Ter yok olmaz. Ay Allah. Peki buradan kimin başına bu hadise geldi? Vay 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 vay. Bütün bunlar insanlar var. Evet. Kur'an olsun. Çok ayıp. Yok değil. Ay Allah bir tane yemeğiyle vay vay vay. Tıpkı böyle hayata Kur'an olsun. Ha şu yiyek biz burada. Sağ. Ha? Biraz kahve fıkra mı yalan? Ha? Devamlı programı. Xətaydakı 50 qəpik idi. Neler de bir sunuyorduk da. Feyzalan bilir indi deyir ki, niyə nə dedi? Feyzalan deyir ki, Allah tamamadı, çəkişlərlə, niyə Allah nə dedi? size hakikaten öyle bir adam olsaydı çok eğlenirdi. Böcek bir hakikaten ihtiyacı var bir başka bir böyle. Ha, vermədilər də. Xətayda deyir, xəta vermədilər, dedim, yox, olmaz. Yaşlı kişi. Vermədilər. Of, bu ne cezaydı ama millet bak diye bize bir abur oldu. Antreklam ya. 75 manatlık pazarlık eləmişsən, hər ekran kaydını sildirəmirəm. Sen oldu. 70 manatlık da. Hələ də o ekran kaydını sildirəmirəm. 3 ay canlıda danışdım. Hələ o 75 manatlık pazarlığı sildirəmirəm. 4 tane haker yıkılışmışı. Nədən keşfədə düşümsün sildirəm. Yaxşı da. Hə. Cəzanı elan et. Vallahi yayını paylaşdım. Mənim elə bir yayınıma qusublar. Hə. Deməli mənim cəzam. Baboş, diqqətim məndədir böcəyim. Aha. Cəzamı cırıq-coraq. Diqqətlə qulaq asma. Ama mən dırnaqlarımı tutmamışam ailəma. Nə var mı? Gəl dırnaqlarımı tut. Şey yox. Cırıq-coraq. Cırıq-coraq. Aha. Cırıq-coraqda. Aha. Cırıq şalvar. Hardan tapaq cırıq şalvar? Əndəkləri qırılsın ya da bir tərəf qırılsın. İndi bir dəfə şalvar al, onu da cırmağa verdik, hə? Ev yoxdur. Gözünüzün altını tellə qaraldacaqsın. Ağzını görəcəksiniz. Saçınız başlayın belə. Çöldə palçıq. Ölüm də saçım var axı, belə eləyim, hə? Nədə qulaq asın. Çöldə palçıqla çürtəcəksiniz üzə gözünüzə. Döyüblər də sizi yəni o dərəcədə. Axsaya-axsaya girirsiniz hansısa restorana. Deyirsiniz acı, vəziyyətiniz pisdir. Bizə yemək verin. İndi qulaq as. Amcanı Cəzası hiss elən baboş güləcək. Qırma, yavaşdan, çar yoxdur. Ləmanın cəzası bu günləri dəniz qırağında düz çənəsinə qədər bastırırıq. Yox, xəstə. Bəli. Ay bala, bunu da buradan əqil. Ailem onu edecek. Bunun altında söylemedi seni. Çenen kalaşar. Əladır. Lapatka lazım değil Aysa Kılsara. Vay. Yamanında da. Ay bala, mənim elə səsələr eləyib, mən qulun zanının altına indi deyim, mən qorxuram. Nə olacaq ki, uzaq başı ilandır da, gəlib indi. Xəstə sən nə ilandır, başım bala. Sən. Bəli. Qay, torbanın altında nə var? Neyse gətir, xahiş edirəm, bir də milçə öldürəm. Temayma bir də, temayma. Bax, bu milçə öldürəni götürür, tanımadığı şəxsə verərək, salam, sizi narahat elədim, buyurun bu sizindir, mən vızıldayıb gedəcəm, məni bundan 5 dəfə vur. Aha! Cəzalara bax! Biri torpaqda bastırılır. Hokkadır ya yani bu. Əla. Babaşı bağlayırsan, yarım saat ağaca bağlı vəziyyətdə qalacaq yayında. Neyine bağlıyım? Nə olacaq ki? Yarım saat biz qısa qolda parkda... Nədə? Neyine bağlıyım? Neylə bağlıysan? Skoçla. He. Alarsınız da. He. Qısa qolda, qısa qolda, qısa qolda. Xəstələnə değil yazık diyor. Biz də dayanmışıq da, biz də bulvarda dayanmışıq. Yayda dayanmışım yazık. Vəhşi it var görəsən. Vəhşi Kimdə it. Bərdədə vəhşi it kimdə var? Ne olmak istiyorsun ki? Bərdədə belə parçalayan it kimdə var görən.
Ağaca bağlı vəziyyətdə, lobalov dirənən vəziyyətdə, millimetrdə məsafəniz olsa, it bütün eləsəm. Sənə bomba dərsin. Əlin ayağın bağlı, Gülbəydən cırılanda əgər... itdən üzbəyiz qalarsan, ağacda yarım saat bağlı vəziyyətdə. Gətirirəm it sako, əla. Uduzsunlar, əla. Hazırlaşma boş. Kız ha. İt götür. Pərdə sakinliyə baxır da bizə. Benim top etmem olmasın ha. Əşin narahat olma, şirin it gətirəcək. De, bu boyda it gətirəcək, baba bu boyda. Top etmem olmasın, top etmem tutup apardı. Top etmem olmasın ha. Bana ne var ki o parlatıcı izleyecek, yakın gelir ki neyse. Şeydir. Yemək istəyir. Biri yemək istəyir. Bu öyle bir çok Değil, başka birini vermeye. Ay, ekranda görsəm də sizi. Bu yandan görsen değil. Balaca göstərdi. Hele bravo. Başımız karab. Hele bravo desin. Adamı görürsünüz, siz. Uşaqdayım. Sağ olun. Yemek var. Yemek yiyebilir. Ha? Yavrum. Yemek. Yemek. Sonra şu özel kolları. Burada gitti. O Məndə pulum yoxdur. kolumuz yok. Kolumuz yok. Ha? Nasıl? Ne göre? Amma əslində Xətainin Əlliqətin yiyəsi həcidir. Çox dindar insandır. Bu işçi heyətidir, ola bilər işçi. Amma Əlliqətin əsl yiyəsi çox dindar. Yaxşı, xalala yaxşı qala. Allah haqqı ciddi deyirəm, həci deyirəm. Yaxşı, tərifləmə yaxşı, direkləmə yoxdur, gör deyil. Vallahi ciddi işçi der değil. Həclər hamısı mərhəmətli insanlardır.